hər insan tək də özünü xoşbəxt hiss eləyə bilərmi? Yoxsa insanın xoşbəxt olmaq üçün kiməsə ehtiyacı varmı? Vay qəşəng. Məncə xoşbəxt olmaq üçün heç kimə ehtiyacı yoxdur. Doğrudan. İnsan özü də xoşbəxt ola bilər. Elə öz aləmində, öz dünyasında, öz tanrısı ilə, öz balaca dünyasında xoşbəxt ola bilər. Yox, sən necə fikirləşirsən? Məncə yox, bir kişinin həyatında qadın vacibdir. Mütləq şəkildə, yəni qadına olan sevgi vacibdir. Sevgin ola bilər, məsəl üçün ətrafınızda dostlarınız var, maşına sevgisi var, mənim özümün şeirə sevgim var, sənin sənətə sevgin var. Bəli. Amma bunlar heç birisi qadına olan sevgini vermirsən. Başa düşdün nə deyirsən? Qadına olan sevgi bunların hamısından üstədir. Tək də xoşbəxt ola bilərsən. Amma həyatında bir qadın olsa tam başqa xoşbəxt olarsan.